Hər vaxtınız xeyir. Mən Əli Əhmədov sizi Xaçmaz rayonundan salam verirəm. Xaçmaz rayonunun Tel kəndi var. Bu kənd meyvə bağları ilə məşhurdur. Meyvə bağlarına tanınır. Burada müxtəlif meyvə ağacları əkilən bağlar var. Buradan bağlardan yığılan meyvə bütün ölkə daxilinə, xarici ixrac olunur. Yəni meyvə sahəsində ixtisaslaşmış bir kənddir. Bu kənddə böyük təsərrüfatların birində sığortalanmış, meyvə bağlarının sığortalanmış təsərrüfatların birində şaxta vurma hadisəsi ilə bağlı müraciət daxil olubdur və indi Aqrar Sığorta Fondunun nümayəndələri burada ekspertlərdən əlavə həm də bağa baxış keçirməyə gəliblər. Biz indi yaxınlaşacağıq. Deməli, ümumiyyətlə şaxta vurma hadisəsi biz bildiyimiz kimi həmişə fevral ayına qədər olur, fevralın sonuna qədər olur. Amma bu il martın 25-dən martın 26-sına keçən gecə burada şaxta vurma hadisəsinin olması ilə bağlı müraciət daxil olubdur. İndi bir ərazinin bir hissəsi, bax burada gördüyümüz ərazi hissəsi şaxta vurmaya məruz qalıb müraciətə görə. Və indi Aqrar Sığorta Fondunun nümayəndələri bura müəyyən baxış keçirdirlər, bir daha araşdırırlar məsələni. Biz yaxınlaşaq. Tövsiyələrini verirlər. Bəli. Eləcə də bağla bağlı tövsiyələrini verirlər Aqrar Sığorta Fondunun mütəxəssisləri və ekspertləri. Burada prinsipcə ağacların inkişaf etdiyi də görünür. Amma şaxta vurma nəticəsində gələcəkdə onların məhsuldarlığı azala bilər. O məhsulların hansı dərəcədə olacağı artıq məhsul yığımında bilinəcəkdir. Ümumiyyətlə bu il meyvə bağları müxtəlif hadisələrin təsirinə məruz qalıb. Onlardan biri də şaxta vurmadır. Gördüyünüz kimi burada bizim mütəxəssislər ağacdakı meyvələrin sayı da qeydə alırlar. Eləcə də bağın idarə edicilərinə müəyyən tövsiyələr verirlər. Bu il meyvə bağlarının məruz qaldığı hadisələrdən biri də deməli şaxta vurmadan başqa həm də su basma hallarıdır. Hansı ki biz bir qədər əvvəl Xaçmazın Cığatay kəndində bunun şahidi olmuşduq və bu onu göstərir ki, meyvə bağları müxtəlif məsələlərdən zərər görə bilər və bizim meyvə bağlarını, meyvə əkən fermerlər bundan nəticə çıxardaraq və öz zəhmətlərini, çəkdiyi əziyyətləri sığortalamalıdırlar ki, bu məhsullar batmasın və problemlə üzləşməsin. Burada ağacları biz görürük, yaxşı baxılmış belə ağaclardır. Ağacın özü ayrıca sığortalanır Aqrar Sığorta Fondu tərəfindən. Yəni ağacın özünü ayrıca sığortalayanda onun 3 illik meyvəsinin dəyəri qədər ödəniş fermerlərə edilir. Fermerlər üzümüzü tutub deyirik ki, Aqrar Sığorta Fondunun xətti ilə dövlətin güzəşdiyi 50% endirimli sığortasından istifadə etsinlər. Olduqca cüzi məbləğə, yəni yığılan meyvənin, gözlənilən meyvənin dəyəri ilə müqayisədə cüzi məbləğ ödəməklə öz məhsullarını sığortalasınlar. Növbəti videolarda görüşənədək salamat qalın.